Hörmətli xanımlar və cənablar, hörmətli dostlar və eləcədir, hörmətli keçmiş tələbələr. Sizlərin hamınızı görməkdən çox məmnunum. Eyni zamanda Qafqaz Universitetinə çox böyük minnətdarlığımı bildirirəm ki, məhz sizinlə görüş üçün imkan yaradınız və çox məmnunum, xoşladım ki, məhz bu yol buradayım. Öncə dedim, Qafqaz Universiteti məndən çox sevdiyim bir universitet Azərbaycandır. Daim olaraq həm hətta baxmayaraq ki, İqtisad Universitetində işləyirəm. Qafqaz Universiteti mənim üçün xüsusi bir universitetdir. O baxımdan hətta mən dəstəyin zamanı tələbələrimə də təşviq edirdim ki, magistratura oxumaq istəyirlərsə Qafqaz Universitetinin girsinlər. Bugün çox məmnunam ki, həmin tələbələrimin bir qismi bu auditoriyadadır. Əlbəttə ki, o baxımdan bir daha minnətdaram ki, Qafqaz Universiteti və İqtisadiyyat Fakültəsi sizlərlə görüş üçün mənə imkan yaradır. Eyni zamanda sənin məzununa xarşım olan ibarətdir ki, 20 dəqiqə tamamlandır mənə desin, çünki adətən o vaxtı kontrol edilmək yönündə çox zəifdir. Mən təqdimat, PowerPoint təqdimat hazırlamadım, ona görə hazırlamadım ki, əvvəla düşündüm ki, bizim bu cür seminarımız daha interaktiv olacaq, eyni zamanda bu daha Qafqaz Universiteti doğru, mən üçün doğru universitet olduğu üçün insanlara, yəni kompüterə baxaraq yox, insanlara baxaraq çıxış etmək niyyətimiz oldu. Və bugünkü mövzu məhz neft gəlirlərinin xərclənməsi ilə bağlı və biz razılaşmışıq ki, burada bu panel çərçivəsində bu ümumiyyət neft gəlirlərinin xərclənməsi ilə bağlı olan modellərdən və izlədən nəzər gəlirəm, bağlı məlumat vereyim. Daha sonra təbii ki, Azərbaycan neft gəlirlərinin xərclənməsi, beləcə də perspektiv istiqamətlər və təbii ki, problemlər və problemlərin həlli yollarına vaxt ayırır. Türkdə neft gəlirlərinin xərclənməsi ilə bağlı təbii ki, vaxtımız az olduğunu üçün mən qısa olaraq 3 model verəcə də 3 nəzəriyyə haqqında məlumat vermək istədim. Bildiyiniz kimi, Azərbaycandan çox müzakirə olunan və ən çox müqayisə edən modellər Norveç və Nigeriya modelidir. Və Azərbaycan Neft Dövlət Neft Fondu Azərbaycan tətbiq etmək üçün Norveç modelini, öyrənmə Norveç modelinin bir sıra elementlərin tətbiq edildiyi bildirir. Amma Norveç modeli vericidir, Nigeriya modeli və təbii digər modellər var ki, biz o cümlədən Alyaska və Çili modeli biz qısa olaraq da həmin modellərə də toxunmağa çalışırıq. Və Norveç modeli neft ölkələr arasında və ya neft gəlirlərə malik olan ölkələr arasında ən yaxşı və ən uyğun model hesab olunur. Və təbii bu olamalıdır ki, Norveç modeli, praktik olan Norveç yeganə ölkədir ki, neft ölkəsidir ki, məhz bu ölkədə neft gəlirlərinin xərclənməsi ilə bağlı həm şəffaflıq, həm səmərəli erişilməsi ilə bağlı problemlər yoxdur. Təbii ki, bunun öz səbəbləri var və 2012 əsas rəhbərliyidir ondan ibarətdir ki, Norveç modeli Norveçdə neft və məhz Norveçdə infrastruktur qurulduqdan sonra, yəni Norveç inkişaf etmiş ölkə olduqdan sonra kəşf edilib. Və təbii ki, bu da kifayət qədər Norveç modeli və Norveçin inkişafı üçün zəminlər yaratır. 1990-cı ildə Norveç dövlət hər hansı bir fond yaradılmıyor. Və 1990-cı ildə Norveç neft gəlirlərinin satışından əldə etdiyi vəsaiti Norveçin müxtəlif layihələr, o cümlədən təhsil layihələri və infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldir. Çünki siz iqtisadiyyatdan bilirsiniz ki, bütün hallarda dövlətin müəyyən ictimai publik budjet almaq üçün alınması üçün müəyyən vəsaitlərin xərclənməsinə ehtiyac var. Və neft ölkələrinin ən spesifik problemi ondan ibarətdir ki, həmin ölkələrdə piri rayderlər və ya lazy daylar deyilən tənbəl uşaqlar və azad və ya sərbəst atıcılar deyilən, adsürənlər deyilən problem olur. Ondan ibarətdir ki, əslində neft ölkələrində müəyyən aktyorlar və ya müəyyən stakeholderlər çalışırlar ki, neft gəlirlərinə bəhrələnsinlər və ya işləməsinlər. Və artıqdan bu, məsələn, Nigeriya modelinin ən spesifik problemi ondan ibarətdir ki, Nigeriyada piri rayderlərin sayı kifayət qədər çoxdur. Yəni, piri rayder nədir? Təbii ki, siz əksərsiniz, qısasınız, ona çox detal olaraq getmək istəmirəm. Piri rayder olur ki, bütün cəmiyyətlərdə piri rayderlər var. Neft ölkələrində piri rayderlər ona görə çox olur ki, orada pul çox olur. Və piri rayderlər, yəni təsəvvür edin ki, hər hansı bir iki kənd arasında
körpü salmaq lazımdır və bunun üçün bəs 1000 manat vəsait alınır. Və bu kənddə yaşayanların sayı 100 nəfərdir və adam başına 10 manat vəsait lazımdır körpünün tikilməsi üçün. Amma həmin kənd pulu yığıb həmin körpünü sala bilmir. Ona görə sala bilmir ki, o kənd bütün cəmiyyətdə və o cümlədə bizim misal həmin kənddə bir rayderlər var və insan düşünür ki, o 10 manat ödəməsədir belə körpü salınacaq, çünki 10 manat ödəməyən 990 manat eləyir. 990 manatı müəyyən vəsaitləri qənaət edib körpünü salmaq mümkündür. Və praktik olaraq hamı elə fikirləşir. Hamı fikirləşir ki, 10 manat ödəməsə körpü salınacaq və nəsədir mən onu keşim ödəməyim. Və neft ölkələrinin də problemi olan ibarətdir ki, hamı fikirləşir ki, bu tənbəl olsa da olar, çünki pul var və digər dövlət qurumları işləyəcək. Amma sonradan məlum olur ki, hamı elə fikirləşir, hamı rasional fikirləşir, hamı rasional fikirləşir üçün heç kim işləmir. Və heç kim işləmədiyi üçün digər sektorlar inkişaf etmir. Və ölkənin, orada bir təbii biz toxunma imkanımız oldur, ölkədə qeyri-neft sektorunu inkişaf etmək, digər sektorunu inkişaf etmək mümkün olmur və Hollandiya sindromu yaranır ki, neft söhbəti dövlət gəlləri bir sektordan asılı. Nəzərə baxımdan neft gəlləri icra edirlər. Yəni, bu kifayət qədər qorxulu bir tendensiyadır. Və Norveç modelinin, biz modellərə vaxtımız az olduğu üçün təbii nəzəriyyələrə vaxt çox danışmaq imkanımız olmasa, modellərə fikir yerin Norveç modelinin üstünlüyü onunla ibarətdir ki, Norveç modeli sterilizasiya modelidir. Bunun sterilizasiya modeli deməkdir ki, neft gəlləri iqtisadiyyatdan sterilizə edilir. Və Norveç əldə etdiyi vəsaitləri, neft satışının əldə etdiyi vəsaitləri ölkə iqtisadiyyatına yönəltmir. Norveç neft gələn əldə etdiyi vəsaitləri ölkədən kənarda həm səhmlərin, yəni müxtəlif investisiya proqramları və ya səhmlərin alınmasına yönəldilir və Norveçdə hal-hazırda mövcud neft fondu, pensiya fondu adlandırılır, o Maliyyə Nazirliyi tərkibində olan bir fonddur və pensiya fondu vəsaitlərin yerləşdirilməsi ilə bağlı çox çevik qərar verir. Yəni, səbəb ki, 2008-ci ildə qlobal maliyyə böhranı başladıqdan sonra Norveç pensiya fondu Parisdə kifayət qədər bahalı və həmin dövrdə qiyməti azalmış mülklərin alınmasına əldə və həmin mülklər sonradan icarə edilir. Və bəlli olur ki, 2009-cu ildə həmin alıq-satışlar həyata keçirir. Bəlli olur ki, 2012-ci il qiymətlərinin müqayisə olundu, bəlli olur ki, əslində Norveç pensiya fondunun Parisdə aldığı mülklərin və ya əmlakın dəyəri həmin dövrə müqayisədə 2018 dəfə artır. Və bu çevik siyasət Norveçə imkan verir ki, vəsaitlərin yalnız səhmlərdə və ya depozitlərdə saxlanması. Vəsaitlər çevik şəkildə, yəni dünya iqtisadiyyatının baş verən dəyişikliklərə uyğun olaraq müxtəlif istiqamətlərə yönəldirilsin və Norveçdə neft gəlirləri satışından əldə olunan vəsaitlərin cəmi 4%-nin Norveç dövlət büdcəsinə transferlərinə icazə verilir qanunla və bu 4% ona görə müəyyənləşir ki, Norveç neft fondunun illik gəliri 4%-dir. Yəni, bu demək ki, Norveç dövlət büdcəsinə vəsaitlərin idarə edilməsindən əldə olunan gəlir transfer edilə bilər. Dövlətdə neft satışından əldə olunan gəlir Norveç neft büdcəsinə transfer edilə bilməz. Və təbii ki, bizə fərqlidir, mən onunla bağlı məlumat verəcəm. Və digər daha yaxşı model kimi Norveç modeli götürür və PIS modeli kimi Nigeriya modeli götürür. Və Nigeriya modelinin Nigeriya son 25 ildə neft satışından təxminən 130 milyard dollar vəsait sərf edir. Amma bugün Nigeriya əhalisinin təxminən 70% yoxsulluq həddidir. Yəni, bu demək ki, bugün Nigeriyada əhalinin təxminən 70%-nin gündəlik gəliri dünya baxımı standartlarına görə 2 dollardan azdır. Və nə üçün? Və 130 milyard dollar kifayət edir böyük vəsaiti. Nə üçün Nigeriya kifayət edir böyük vəsaiti xərcləyərək, yəni dövlətli bir model yarada bilmədi. Əsas problem olan ibarətdir ki, biz iqtisadi nəzəriyyələrə, neftlə bağlı iqtisadi nəzəriyyələrə fikir versək və intərk yollarına toxunacaq. Nigeriya modeli demək ki, heç bir nəzəriyyə uyğun deyil. Və Nigeriyada neft gəlirlərin əldə olan vəsaitlər uğrunda müxtəlif Nigeriya müxtəlif vilayətləri arasında həmişə savaş olur. Neft bumu dövründə. Və neft bumu dövründə Nigeriyanın dövlət xərcləri 220,2 dəfə artır. Və baxmayaraq ki,
Nigeriyadan sonra bu göstəriciyə Səudiyyə Ərəbistanı malikliyi 1,2 dəfə neft bumu dövründə dövlət gəlirlərinin artmasını müşahidə edilir. Azərbaycanda təxminən bu artım 70%, Norveçdə 15%. Söhbət bumu dövründə dövlət gəlirlərinin artımından gedir. Və Nigeriyada vilayətlər və Nigeriya müxtəlif regionlarının neft satışından əldə olan gəlirlər uğrunda yumuşaq desək savaşı, ona gətirib çıxarıb ki, Nigeriyada iqtisadi baxımdan əsaslandırılmamış, kifayət qədər çoxlu sayda investisiya layihələrin maliyyələşdirməsi həyata keçirilir və 1995-ci ildə Nigeriyada eyni zamanda Nigeriyanın 3 şəhərində kifayət qədər bahalı 3 polad əritmə zavodunun tikintisi ilə bağlı qərar verildi. Və baxmayaraq ki, onların dövlətə fərci, yəni ortaya saxlanan birinin maliyyə 5 milyard dolara yaxın edir. Ortaya saxlanan 3 polad əritmə zavodunun tikilməsi üçün 15 milyard dolar vəsait xərclənmişdir. Amma sonradan zavodlar tikildi, vəsait xərcləndi. Və sonradan məlum oldu ki, əslində polad əritmə zavoduna ehtiyac, ümumiyyətlə ehtiyac yox oldu Nigeriyada. Çünki Avropadan poladı gətirmək, Nigeriyada onu istehsal etməkdən daha ucuz başa gəlir. Və ucuz başa gəldiyi üçün bu zavodlar, inşa edilmiş zavodlar bazarda rəqabət tapma imkanına malikdir. Hal-hazırda həmin zavodların ikisi işləmir. Biri isə mövcud gücünün 15% həcmində polad istehsal edə bilir. O baxımdan Nigeriyada, Nigeriya modelində vəsaitlərin kifayət qədər bahalı investisiya layihələrinin, proyektlərinin xərclənməsi və eləcə vəsaitlərin ayrılması zamanı iqtisadi əsaslandırmanın olmaması diqqət çəkir. Alyaska modeli fərqli modeldir. Ona görə fərqlidir ki, Alyaska modelində vətəndaşların modelin idarə edilməsində iştirak imkanları var. Və bu Alyaska yeganə modeldir ki, vətəndaşlar Alyaska dövlət neft fondunun idarə edilməsində və gəlirlərin bölgüsündə dolayı olaraq iştirak edir. Və bu iştirak onunla müəyyənləşdirir ki, Alyaska ştatının qanunvericiliyinə görə neft gəlirlərinin idarə edilməsindən əldə edilən vəsaitlərin 50% nağd pul şəklində Alyaskada yaşayan insanlara paylanır. Və vətəndaşlar maraqlıdırlar ki, gəlirlər daha çox olsun, çünki gəlirlərin çox olması onları nağd şəkildə Alyaska neft fondundan alacaqları vəsaitlərin həcmini artır. Və Alyaska modeli yeganə modeldir ki, bu model çərçivəsində neft fondu vətəndaşlara hər il nağd şəkildə vəsaitlər, yəni neft satışından əldə olunan vəsaitlər nağd şəkildə vətəndaşlara verir. Digər modellərdə və ya digər ölkələrdə neft satışından əldə edilən gəlirlərin nağd şəkildə vətəndaşlara verilməsi praktikası yoxdur. Azərbaycan modeli ilə bağlı Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərin idarə edilməsi də artıq bir modeldir və konservativ model kimi qiymətləndirilir və bu modellə bağlı Azərbaycan neft gəlirlərinin xərclənməsi ilə bağlı hissədə daha çox məlumat verir. Amma dövlətdə biz nəzəriyyələrə baxsaq, neft gəlirlərinin xərclənməsi ilə bağlı 3 mühüm nəzəriyyə var ki, iqtisadi nəzəriyyə var ki, o iqtisadçılar tərəfindən müdafiə olunur. Onlardan biri Bördin-Hənddir. Bördin-Hənd modeli və ya nəzəriyyəsi onu etv edir ki, vəsaitlər daha çox gələcək nəsillərə saxlanmalıdır. Və vəsaitlər bu artıq yığım funksiyasıdır ki, Bördin-Hənd nəzəriyyəsini tətbiq edən neft fondlarda yığım funksiyası tətbiq edir və vəsaitlər daha çox gələcək nəsillərin tələbləri nəzərə alınaraq bölüşdürülür və istifadə olunur. Və praktik orada daha çox strateji olaraq vəsaitlərin saxlanması praktikasını üstünlüyüdür. Digər nəzəriyyə hansı ki, bu nəzəriyyə daha çox tətbiq olunur Azərbaycanda nəzəriyyə buna uyğun olaraq, bu nəzəriyyə uyğun olaraq dövlət neft fondunun fəaliyyəti qurulur. O, permanent income modelidir. Permanent income modeli vəsaitlərin illər üzrə bərabər bölgüsünü nəzərdə tutur. Və bu model, bu nəzəri çərçivəsində hazırlanan model vəsaitlərin ölkənin tələbatı nəzərə alınmalı illər üzrə tələbatı uyğun olaraq bərabər bölgüsünü nəzərdə tutur ki, vəsaitlər yalnız gələcək nəsildə saxlana bilməz və ya əsasən gələcək nəsildə saxlana bilməz. Çünki buna müxtəlif səbəblər var. Çünki dövlət, ictimai məhsullar dövlət tərəfindən ödənilməlidir. Çünki bütün onlarda elə sektorlar var ki, həmin sektorlarda
özəl şirkətlər işləməkdə maraqlı deyil. Və eyni zamanda infrastruktur və digər layihələrin reallaşması və maliyyələşdirilməsi birinci mənada dövlətin funksiyasıdır. Dövlət çalışmalıdır ki, məsələn, infrastruktur qurulsun ki, biznesin inkişaf imkanları mümkün olsun. Digər tərəfdən, bugünün dolları, sabahın dolları ilə eynidir. Yəni, əgər bugün sizin cebinizdə 100 dollar varsa, həmin 100 dolların və bir ildən sonra siz o cebinizdə həmin 100 dolları çıxarsınız, o demək deyil ki, bugünkü sizin bir il əvvəlki dollarlar, həmin bir il sonraki dollarınız eynidir. Eynidir çünki bugünün dolları sabah dollar eynidir, çünki alıcılıq qabiliyyəti aşağı düşür. Və ilk zaman bugünün 100 dollarının alıcılıq qabiliyyəti bir ildən sonra, bir aydan sonra, bir gündən sonra 100 doların alıcılıq qabiliyyətinin eynidir. Və vəsaitlərin saxlanması, məsələn, saxlanan vəsaitlərin alıcılıq qabiliyyətinin azalmasına gətirir çıxarır və o baxımdan Dünya Bankında, Beynəlxalq Valyuta Fondunda və digər beynəlxalq qurumlarda permanent income nəzəriyyəsinin tətbiq edilməsində maraqlıdırlar ki, əslində biz toxunacaq üçün Azərbaycanda neft hasilatının azalır. Məsələn, Azərbaycan neft hasilatının azalması və IMF-in Beynəlxalq Valyuta Fondunun neft hasilatı ilə bağlı proqnozların doğru çıxmamasının və ya reallaşmamasının əsas səbəblərindən biri olan ibarətdir ki, Azərbaycan hökuməti 2011-ci ildən başlayaraq permanent income modelini tətbiq etməyə başlayıb. Və məhz həmin model daxilində nəinki neft gəlirlərinin istifadəsinin uyğunlaşdırılması, eyni zamanda neft hasilatının məhz bütövlükdə əsli müqavilə çərçivəsində illər üzrə uyğunlaşdırılması həyata keçirilir. Azərbaycan vaxtımız az olduğunu təbii ki, Azərbaycanla bağlı məlumat verməklə yaxşılardır. Azərbaycan bölgədir ki, Azərbaycanda dövlət neft fondu fəaliyyət göstərir. Dövlət neft fondu neft satışının əldə olan vəsaitlərin fondda cəmləşdirilməsi və eyni zamanda onların istifadəsi ilə bağlı qərar verməsi funksiyasını yerinə yetirir. Eyni zamanda dövlət neft şirkəti var. SOCAR və SOPAS. Dövlət neft şirkəti neft hasilatı edir və onu ixrac edir. Vəsaitlərin yerləşdirilməsi ilə bağlı bu dövlət neft sektorunda olan aktyorların və ya qurumların neft sektorundan aktyorların və qurumların fəaliyyətini biz müqayisə etsək, orada diqqət çəkən məqamlardan biri olan ibarətdir ki, bu qurumlar arasında koordinasiya olduqca zəifdir. Və sən verir ki, biz Dövlət Neft Fondunun fəaliyyətinə hələlik toxunmadıq. Mən müqayisə üçün bir faktı deyim ki, Dövlət Neft Fondu əsasən Amerika Birləşmiş Ştatları və Avropa Birliyində dövlət borclarının, yəni dövlət səhmlərinin alınmasına yönəldir. Və Dövlət Neft Fondunun aldığı və ya vəsaitləri yerləşdirdiyi borcların illik gəliri 1%-dir. İllik gəliri, yəni bu, çünki Dövlət Neft Fondunun siyasəti konservativ siyasətdir. Bunun müxtəlif səbəbləri var, üzrəndə iqtisadi səbəbləri var. Konservativ siyasətdə demək ki, Dövlət Neft Fondu gəlir yeni dəyər əldə yaratmaqdan daha çox vəsaitlərin qorunmasına çalışır. Və 1% Dövlət Neft Fondu Amerika Birləşmiş Ştatlarında, xüsusən Amerika Birləşmiş Ştatlarında dövlət borclarının alınmasına həyata keçirir. Dövlət Neft şirkəti fevral ayından başlayaraq, 2012-ci ilin fevral ayından başlayaraq öz səhmlərinin Avropa bazarında yerləşdirilməsini, öz istiqrazlarının Avropa bazarında yerləşdirilməsini həyata keçirir və Dövlət Neft şirkəti SOCAR öz istiqrazların 5,45% ilə yerləşdirir. Və yəni praktikor o demək ki, Dövlət Neft Fondu Amerika Birləşmiş Ştatlarda məsələn Sendaiya öz vəsaitini verir 1% ilə, çünki Sendaiyanın Birləşmiş Ştatlardan hansı bir qurumun səhmlərini alır və o səhmlər ona 1% verir, yəni qurumun verir səhm alır 1% ona gəlir gətirir və həmin qurum sonradan Dövlət Neft Fondunun aldığı pulu Dövlət Neft şirkətinin səhmlərinə yönəldir və 5,45% gəlir əldə edir. Və prinsipim, iqtisadi baxan məntiqlə Dövlət Neft Fondu, əgər SOCAR və Dövlət Neft Fondu kredit reytingləri yüksəkdirsə, o zaman Dövlət Neft şirkəti öz səhmlərini Dövlət Neft Fonduna satmalıdır. Çünki bütün onlarda itirən tərəf Azərbaycan şirkətidir, Azərbaycan tərəfidir. Yəni bir şirkət 1% ilə səhm alır, digər şirkət isə 5,45% ilə borc alır. Yəni bir şirkət 1% ilə borc verir
digər şirkət isə, yəni səmir ki, mən Amerika Birləşmiş Ştatlarından sizin tutam, sizin birinizdən 1%-dən borc alıram, sonra həmin pulu 5,45%-ni sizin qardaşınıza verir. Və arada mən 4,45% gəlir əldə edirəm və təbii edirəm siz və qardaşınızı. O baxımdan dövlət sektorunda dövlət qurumlarının fəaliyyətinin fərqlənən edilməsinə ehtiyac var. Bu, eyni zamanda dövlətin fondu məsələlərin təşkilənməsi ilə bağlı, bütövlükdə investisiyanın yerləşdirilməsi ilə bağlı koordinasiyanı tələb edir. Dövlətin fondunun siyasəti konservativ siyasətdir, çünki bu bütövlükdə dolların illi inflyasiyasını nəzərə alsaq ki, dollar il ərzində orta hesabda 2,18% inflyasiya uğrayır. O baxımdan dövlətin fondunun real aktivlərin idarə edilməsindən əldə etdiyi real gəlir mənfidir. Çünki nominal gəlir 1% ətrafındadır, dollardan sağlanır, real gəlir 2,18%. Hətta bankın ödədiyi dividendi deyil. Dolların inflyasiya səviyyəsini müqayisə etsək, 1,18% mənfi gəliri səviyyəsinə malik dövlətin fondu. Və əslində problem deyil, və ya ciddi problem deyil. Çünki problem daha çox vəsaitlərin necə yerləşdirilməsi ilə bağlı. Vəsaitlərin səhmlərdə, istiqrazlarda və ya kimlərin idarə edilməsinə verilməsi ilə bağlı. Və təbii ki, ciddi problem, baxmayaraq ki, Azərbaycan Norveç modelini tətbiq edir, ciddi problem dövlət neft fonduna, dövlət büdcəsinə transferlər nəzmi ilə bağlı. 2012-ci ildə dövlət neft fonduna, dövlət büdcəsinə 12,16 milyard dollar vəsait transfer ediləcək. Bu, dövlət büdcəsinin 62%-dir. Və Maliyyə Nazirliyinin rəsmi məlumatına görə dövlət büdcəsinin 74,5%-i neft sektorunun payına düşür, yəni 62% dövlət neft fondundan transferlərdir, digər hissə isə dövlət neft şirkətinin ödənişləridir. Amma müstəqil qiymətləndirməyə görə dövlət neft sektorunun dövlət büdcəsinin payı 82%-dir. Və dövlət büdcəsinin 62%-inin dövlət neft fonduna, dövlət neft sektorunun kəndi qoysaq, dövlət neft fonduna nasıl olması bu kifayət kritikdir. Çünki bu deməkdir ki, gələcəkdə dövlət neft fondu olması 62% olmayacaq. Yəni, təsəvvür edin ki, bugün Azərbaycanın qeyri-neft ixracatı Gürcistanın ixracatından 35% azdır. Yəni, bu deməkdir ki, bizim neftimiz olmasaydı, o zaman biz Gürcistanın daha az məhsul istəsək edəcəyik. Və ya Azərbaycanın qeyri-neft büdcəsi Gürcistanın büdcəsi qədər. Yəni, bu deməkdir ki, bizim neftimiz olmasaydı, o zaman bizim büdcəmiz Gürcistanın büdcəsindən böyle olmayacaqdır. Və deməli, neftdən asıllıq var və neftdən asıllıq bir məna şəkildə neftdən asıllıq var. Çünki həm neft başda rəsmi olaraq neft sektorun payının 92% olması, büdcə gəlirlərinin rəsmi rəqəmləri götürsə 74,5% neft sektorun payının düşməsi, üdəmdə neft sektorun payının çox olması, bu ona xəbər verir ki, Azərbaycan iqtisadiyyatı bir mənalı şəkildə neft sektoruna asılıdır. Və transferlərin həcmi əslində ona xəbər verir ki, Azərbaycanda Norveç modeli tətbiq edilmir. Çünki Norveçdə transferlərin həcminin limitləri var. Və təbii ki, Azərbaycanda 4% limitin qoyulması məqsədə uyğundur. Çünki Norveç iqtisadiyyatı fərqlidir, Norveç bütövlükdə fərqli ölkədir. Azərbaycan Norveç inkişaf etmiş ölkədir, Azərbaycan inkişaf etməkdə olan ölkədir. Amma bütün hallarda limitlərin müəyyənləşdirilməsinə ehtiyac var. 2009-cu ildə dövlət neft fondunun əldə etdiyi vəsaitlərin 96%-i məhz həmin xərcləridir. Onların böyük əksəriyyəti dövlət neft, həmin dövrdə neftin riyamada qiyməti aşağı düşmüş. Onların böyük bir hissəsi dövlət neft fonduna, dövlət büdcəsinə transfer edilmişdir. Müəyyən digər hissəsi isə dövlət neft fonduna müxtəlif sosial layihələrin maliyyələşdirilməsinə yönəldirilmişdir. Və bu kifayət edib böyüklərdir. Bütün onlarda dövlət neft fondunun gəlirlərinin 95% xərclənməsi dövlət neft fondunun əsaslanmasına ziddir. Çünki dövlət neft fondunun 2004-cü ildə qəbul edilmiş əsaslanmasına görə dövlət neft fondunun gəlirlərinin 25%-i gələcək nəsillərə saxlamaq. Təbii bu da nisbidir. Dövlət neft fondu müəyyən 10 il ərzində və ya müəyyən müddətli 25% saxlayırlar. Deyirlər ki, bir il ərzində 5% saxlayır, növbəti 30% saxlayır. Sən onlarda 25% olur. Bütün onlarda məhz büdcənin dövlət neft fondunun kəskin asıllığı iqtisadi baxımdan kifayət qorxundur. Və əslində Azərbaycan hökumətinin də bütövlükdə iqtisadiyyatın müstəqil neft sektorunun inkişafı ilə bağlı
çağrışları və addımlar da ona xəbər verir ki, dördü ölkə artıq neft sektorundan asıllığın ciddi problem olduğunu başa düşür və qlobal maliyyə böhranı dövründə neftin dünyada qiymətinin kəskin aşağı düşməsi praktik olaraq dövlət büdcəsi üçün müəyyən problemlərin yaranmasına getirib çıxardı. Və neft hasilatı, burada sənin önündə qeyd edilir, neft hasilatı azalır. Neft hasilatı niyə azalır? Ötəqləmə görə azalır ki, neft hasil etdikcə azalmalıdır. Amma neft hasilatının azalması yalnız bizim daha çox neft hasil etməyimizlə bağlı deyil. Neft hasilatı 2011-ci ildən başlayaraq azalır. 2010-cu ildə Azərbaycanda 51 milyon ton neft hasil edilmişdi. 2011-ci ildə bu 46 milyon ton oldu. 2012-ci ildə 42 milyon ton olacaq. Və güman olunur ki, 40 milyon ətraf intervalında növbəti 5 ildə hasilatı müəyyən stabilləşməsi həyata keçiriləcək. Qlobal maliyyə böhranına dəyək, 2009-cu ilə dəyək, hökumətin neft pullar xərcləməsi ilə bağlı siyasət ondan ibarət edir ki, neft satışından əldə olunan vəsaitlər infrastrukturun qurulmasına yönləndirilməlidir və qısa zamanda ölkədə infrastruktur yeniləşməlidir ki, digər, kiçik biznes və orta biznesin investisiyanın cəlb edilməsi imkan yaransın. Bu, başa düşüləndir. Çünki, məsələn, əgər Ağdaşlar yol yoxsa, işıq yoxsa, aydın göl investisiya seçimi qoymayacaq. İnfrastruktur, o cümlədən digər kanun xidmətləri və s. təmin edilməsi hökumət üzərinə götürməli, dövlət üzərinə götürməli və təbii ondan sonra xarici və yerli investisiyalara, bölgələrə və ya da Bakıya yaxın yerlərə cəlb edilməsi reallaşmalı. Amma burada problem ona ibarətdir ki, bu bütövlükdə infrastruktur layihələri böyük həcmdə vəsaitlərin xərclənməsi və neft hasilatının limitləşdirilməsi 2015-ci ildən başlayaraq ölkədə dövlət büdcəsinin formalaşması problemi yaradılır. Və dövlət büdcəsinin, və nəzərə alsaq ki, büdcə sistemi haqqında qanuna görə dövlət büdcəsinin bir sıra xərclər müdafiə olan xərclərdir və müdafiə olan xərclər olduğu üçün dövlət həmin xərcləri vəsait olmasa görə, xarici və ya daxil borclamaya geçsə də ödəməlidir. O baxımdan, əslində neft hasilatının azalması indiki halda, 2011-ci ildə azalması iki əsas səbəblə bağlıdır ki, birinci səbəb odur ki, dövlət məqsədli şəkildə neft hasilatını limitləşdirir. Çünki neft hasilatının limitləşdirilməsi, əgər ona imkan verəcək ki, dövlətə imkan verir ki, neft bumu dövrünü uzalda bilsin. Çünki əgər biz 2010-cu ildə 51 milyon ton hasil edilmişdi. Və güman olunur ki, bu IMF-in müktəbitdə eləcə də BİT-nin proqnozlarında 2012-ci il pik göstərilirdi. 2012-ci il pik olur, təxminən 56 milyon ton hesab olur. Daha sonra isə azalır. 2015-ci ildən sonra isə artıq azalmalar hiss olunur. Və 2010-cu ildə 51 milyon ton hasil edildikdən sonra artıq neft hasilatının limitləşdirilməsi həyata keçirildi. Çünki əks halda qısa zamanda əsli müqavilə çərçivəsində istehsal olan neftin kəskin azalması müşahidə edilir. O baxımdan neft hasilatının azaldılması məqsədli şəkildə hasilatın limitləşdirilməsi ilə bağlıdır. Digər səbəb ona bağlıdır ki, bir sıra yataqlarda yenidən qurma işləri aparılır və yenidən qurma işlərinin aparılması neft hasilatının müəyyən qədər 2011-ci ildə müəyyən qədər azalmasına gətirib çıxarılmışdır. Əslində, hökumətin neft hasilatının azaldılması ilə bağlı qərarı məhz permanent income modelinə uyğundur. Və Azərbaycan dövləti çalışır ki, neft hasilatını limitləşdirməklə məhz daimi gəlirləri təmin edə bilsin. Çünki 2010-cu ilə qədər bütövlükdə nəzərə alsaq ki, Azərbaycan eyni zamanda mavi qaz hasilidir və mavi qaz ixracı potensialına malikdir. 2010-cu ilə dək bütövlükdə yanaşma, beynəlxalq maliyyə qurumlarının yanaşması ondan ibarət edir ki, neft hasilatı azalan dövrdə mavi qaz hasilatı artacaq və mavi qaz hasilatının artması Azərbaycan imkan verəcək ki, neft hasilatının azalmasından yaranan boşluğu mavi qaz satışından əldə edilən gəlirlə doldura və kompensasiya edə bilsin. Amma bu real deyil, bu real olmadı. Ona görə real olmadı ki, mavi qaz hasilatı artmayacaq. Təbii ki, artacaq. Sadəcə bu ona görə real deyil ki, mavi qaz satışından əldə olan vəsaiti dəyər ifadəsinə çevirəndə və onun neft satışından əldə edilən vəsaitlə müqayisə edəndə kifayət qədər böyük fərq var. Azərbaycan
2011-ci ildə 27 milyard kubmetr mavi qaz hasil edildi. Şaxtanın ikinci fazası 2016-cı ildə istifadəyə veriləcək. Güman olunur ki, mavi qaz hasilatı 40 milyard kubmetrə qədər yüksələcək. Daha sonra 2020-ci ilin 2022-ci ildə Abşeron qaz yatağı istifadəyə veriləcək və bütövlükdə il ərzində Azərbaycanın maksimum hasil edə biləcək mavi qaz 60 milyard kubmetr olacaq. Və 2016-cı ildə 40 milyard kubmetr mavi qaz neft ixracatından əldə edilən gəmir kompensasiyasına yetirir. Hətta şaxtanın ikinci fazası istifadəyə veriləndən sonra da əldə edilən gəlir kompensasiya etmir. Ona görə kompensasiya etmir ki, mavi qazın dünya bazarında qiyməti aşağıdır, yüksək deyil və neftin fix qiymətdir, fix price'dir, dəyişən qiymət deyil və dəyişən qiymət olmadığı üçün neftdən fərqli olaraq həm o qiymət artımları baş verməkdə ki, bu da dövlət gəlirlərinin artmasına səbəb olmuyor. Məsələn ki, neftin Azərbaycan gün ərzində 800.000 barel neft ixrac edir. BP, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və onun təxminən 80% Azərbaycan hökumətinin əldə gəlirir və neftin bir barelinin $1 qalxması deməkdir ki, BP, yəni bütövlükdə Beynəlxalq Əməliyyat Şirkəti gün ərzində əlavə olaraq $800.000 vəsait qazanır. Hətta neftin dünya bazarında qiymətinin $1 artması və o həmin $800.000-ın 80%, yəni $640.000 Azərbaycan hökumətinə çatır və Azərbaycan dövlətinə verilir. Yəni bütövlükdə neft satışından əldə edilən vəsaitlər kifayət qədər böyükdür. Qaz satışından əldə edilən vəsaitlər ona görə böyükdür ki, hələ Azərbaycan qaz bazarında rəqabət aparma imkanına malik deyil. Azərbaycan hal-hazırda mavi qazı Türkiyə, Yunanistan, Gürcistan və Rusiya satır. Rusiya 2012-ci ildən 3 milyard kubmetr mavi qaz nəql edirik. Buna da 2 milyard 2012-ci ilin yanvarına dək, yəni bu ilin yanvarına dək 2 milyard kubmetr idi və Rusiya mavi qaz nəqli $240. Yəni bizim 3 milyard Rusiya mavi qazımız qaz satışından qaz satır və 1000 kubmetri $240 satır. Gürcistana mavi qazı biz ildə təxminən 1 milyard kubmetr Gürcistana mavi qaz satırıq. Onun 1000 kubmetrin qiyməti $180. Türkiyə ilə 2008-ci ilin aprelində Türkiyə-Azərbaycan arasında mavi qaz anlaşması başa çatmışdı və yalnız 2011-ci ilin faizində Türkiyə-Azərbaycan arasında mavi qaz anlaşması imzalandı və həmin 2011-ci ilin faizinə dək Azərbaycan mavi qazı Türkiyəyə 1000 kubmetri $120 satırdı. Yunanistana $240 satırıq. İranla mavi qaz exchange olunur. Çünki İran Naxçıvana mavi qaz satır. Onun müqabilində biz İrana 400 milyon kubmetr il ərzində mavi qaz veririk. Bütövlükdə biz mavi qaz satışından əldə olan gəlirlər hesablasaq, bu təbii neftin azalmasından yaranan boşluğu doldurmur. Ona görə də təbii hökumətin siyasəti və yanaşmasından ibarətdir ki, neft satışının, neft istehsalını hasilatını və bizə də ixracatını limitləşdirsin. Çünki bu limitləşdirmə imkan verəcək ki, məhz 2015-2016-cı ildə neft hasilatı azalan dövrdə xərclərin və ya tövlət gəlirlərin kəskin azalması baş verməsi və gəlirlərin kəskin azalmasının baş verməməsi büdcənin formalaşması ilə bağlı problem yaratması. Qısa olaraq, vaxtımız məndə də vardır. Qısa olaraq, daha çox müzakirə olunan Holland sindromu ilə bağlı. Azərbaycan Holland sindromu mümkündür. Təbii ki, Azərbaycan Holland sindromunun müəyyən elementlərimiz müşahidə olunur. Holland sindromu əsas elementlərdən ibarətdir ki, məhz dövlət büdcəsi və dövlət gəlirləri bir sektordan asılı olur və eyni zamanda digər sindromlardan ibarətdir ki, milli valyutanın kəskin möhkəmlənməsi müşahidə edilir və digər elementləri var və Frankfurt Azərbaycanda Holland sindromunun əsas elementləri müşahidə olunmaq. Holland sindromu ilə bağlı qısa məlumat verir. Holland sindromu 70-ci illərdə Hollandiyada müşahidə edilən bir təcrübədir. 70-ci illərdə Hollandiya mavi qaz tapılmışdır və Hollandiya mavi qaz, Plivadın mavi qazın qiymətinin yüksək olması Hollandiya imkan vermişdir ki, qaz satışından kifayət qədər böyük gəlir əldə edebilsin. Daha sonra bəlli oldu ki, mavi qaz restoranı azdır, məhduddur. Eyni zamanda sonradan
70-ci illər böhrandan sonra mal qazın qiyməti kəskin aşağı düşməsi Hollandiyada kifayət ciddi bir böhranın yaranmasına səbəb oldu ki, sonra da bu Holland sindromu kimi iqtisadi tarixa düşdü. Təbii ki, Hollandiyanın üstünlükləri var, çünki Hollandiyada böhran müşahidə olunursa, nəzərə alsaq ki, Hollandiya Avropada yerləşir, Hollandiyanın böhrandan çıxma imkanları kifayət qədər asandır, çünki ən azı qonşuları varlı qonşulardır. Qonşular varlı olanda adətən varlı ölkəli dərəcədə varlı adamlar kasıb qonşularla yaşamır. Əgər varlısa, avtomatik olaraq bu və ya digər səbəbdən onun qonşusu da varlı olur. Amma Azərbaycan çox təəssüf ki, varlı qonşulara malik deyil və ya yaxşı qonşulara malik deyil və onların çox az qismi yaxşı qonşu kimi, yəni ki, yalnız Türkiyə və Gürcistan öz yaxşı qonşu kimi xarakterizə edə bilərik. O yüzden ki, kifayət qədər bizim neft gəlirlərinin idarə edilməsi baxımından kifayət qədər ciddi öhdəliklər formalaşdırır. Və Holland sindromunun, təbii yaxın vaxt Holland sindromunun reallaşması və ya müşahidə edilməsi ehtimalları azdır. Çünki Dövlət Neft Fondunda 30 milyar dollara yaxın rezerv var, aktivlər var. Azərbaycan dövlət rezervləri 4 milyar dollardan çoxdur. Verəcək Azərbaycan xarici borcu nəzərə alsaq ki, müdaxilə məhsulunun cəmi 6%-dir. O baxımdan bunlar imkan verir ki, hətta neft hasilat azalanda və hətta bir gün yatıb sabah durub görsək ki, neftin dünya bazar qiyməti kəskin azalıb. Bu Azərbaycanda müəyyən müddətdə böhran yaratmır. Böhran elementləri yaratmır, çünki Azərbaycan iqtisadını sığorta edəcək vəsait var. Məsələn, 2008 qlobal maliyyə böhranında Azərbaycanı bilməyən şəkildə sığorta edəcək və ya edən alət Azərbaycan dövlət rezervləri idi. Verəcək təbii digər səbəb Azərbaycan dünya iqtisadiyyatının az inteqrasiya olunması idi. Amma bütün hallarda Holland sindromu elementləri yalnız neftin asıllıqda ediləcək milli valyutanın dəyərinin möhkəmlənməsi Azərbaycan üçün həm qısa müddətli dövrdə, həm uzun müddətli dövrdə müəyyən problemlər yaradır. Və bildiyiniz kimi, əgər hər hansı bir valyuta möhkəmlənirsə, teşkil olunursa, həmin ölkənin ixrac potensiyalı azalır. Çünki sizin ölkənin valyutası digər dönərli valyutalara nisbətən daha möhkəmdirsə, o zaman ölkənin ixrac imkanları azalır, ölkə bir vəran şəkildə ixracdan asılı olur. Burada olan səbəb olaraq ki, ölkədə real sektor inkişaf etmir. Çünki ölkədə istehsal olunan məhsul dünya bazarına rəqabət aparmaq və hətta ölkə daxili bazarına rəqabət aparma imkanlarına malikdir. Yəni, səmin 100 manat istehsal olunan və ya 78 manat istehsal olunan Azərbaycan istehsal olunan məhsulun dəyəri $100. Və əgər manat depreciate olunursa, qüvvədən düşərsə, və 2 dəfə qüvvədən düşürsə, o zaman 78 manat istehsal olunan məhsulun qiyməti $50 olacaq. Və təbii ki, bunun dünya bazarında rəqabət aparma imkanları daha geniş olacaq. Və praktik olaraq bugün manatın möhkəmlənməsi real sektorun inkişafını qorunmuşdur. Azərbaycan ixrac potensialını aşağı salır. Hətta, yəni siz bilirsiniz, beynəlxalq maliyyədə iki ölkə modeli deyilən bir model var. Bu model olan ibarətdir ki, inkişaf etmiş ölkələr öz valyutalarının məzənnəsi ilə bağlı həyati keçirdiyi tədbirləri bir-birinə razılaşdırmalıdır. Çünki böyük potensiyalar və ixrac potensiyalı malik olan ölkələrdən gedir. Və əgər hər hansı, məsələn, Çin öz valyutasını süni şəkildə avro və dolar nisbətən məzənnəsini aşağı salırsa, bu zaman iki ölkə modelinin uyğun olaraq Avropa və ya Amerika Birləşmiş Ştatların Çinə qarşı digər instrumentlər, alətlərdə və ya hətta sanksiya tətbiq etmə imkanları var. Çünki praktik olaraq Çinin öz valyutasının süni şəkildə dəyərini aşağı salması ona imkan verir ki, dünya bazarında daha çox məhsul ixrac etsin. Ona görə təbii ki, Azərbaycan həmin iki ölkə modeli çərçivəsində tənzimləmir. Çünki biz inkişaf etməkdə olan ölkəyə görə bizim dünya ticarətinə körpəmiz aşağı. Çünki ölkə kiçik ölkədən bu ölkələrlə bu model tənzimləmir. Əslində ona xəbər verir ki, Azərbaycanda da bir mənalı şəkildə malik olduğu üstünlüklərdən istifadə edərək manatın möhkəmlənməsinin qarşısını almalıdır. Çünki manatın möhkəmlənməsi hətta neft dollarının ölkəyə daxil olması səbəbindən manatın möhkəmlənməsi baş verirsə belə, böhran dövründə möhkəmlənmiş və kifayət qədər valyuta yemiş milli manat böhran dövründə öz məzənnəsini və dəyərini çox sürətlə itirə bilər. Bu, müxtəlif ölkələrin təcrübəsində var ki,
neft və ya bir sektorun asılı olan ölkələrdə böhran dövründə milli valyutanın möhkəmlənməsi, o cümlədə Nigeriyada milli valyutanın möhkəmlənməsi həmin dövrdə ölkənin real sektorun inkişafını tormozlayıb, amma sonraki dövrdə böhran dövründə və ya neft hasılatının azalması dövründə milli valyutanın dəyərinin kəskin azalmasını müşahidə edilir. Biz bunu 2008-ci ilin qlobal maliyyə böhranında müşahidə etdik ki, həmin dövrdə dollara manata çox kəskin təzyiq var. Hətta Mərkəz Bank ay ərzində təxminən 250 milyon dollar təşkil edir ki, manata məzənəsini qoruyub saxlamaq mümkün olsun. Və prokuror boyunca ki, bir neçə manatın ölkədə neft dollarlarının çox olduğu dövrdə belə manata məzənəsi bazarın dikt etdiyi məzənə deyil. Və bu əslində Holland sindromudur. Və Azərbaycanın Holland sindromunun baş verməməsində yeganə səbəb ondan ibarətdir ki, Mərkəzi Bank və digər müvafiq dövlət qurumları məhz bu Holland sindromunun elementlərinin iqtisadiyyat təsirini azaltmaq üçün inzibati metodlardan istifadə edir və inzibati metodlardan həsil edir və müəyyən xərcə səbəb olur. Və təbii ki, Holland sindromu elementləri böyükdə sistemdən çıxarılması mümkün deyil. İndiki halda yalnız Holland sindromu elementlərinin təsirlərin azaldılmasından söhbət edilir. Bütövlükdə bizim Azərbaycanda neft və qaz strategiyasını biz fərqli hesab etkiləşdirsək, Azərbaycan tətbiq edilən model Norveç modelinə yaxın olsa belə, Norveç modeli deyil. Çünki transferlərin limitləri yoxdur. Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı prinsiplər nəzərdə tutulsa da belə, o reallaşmır. Məsələn, Dövlət Neft Fondunun nizamnaməsinə görə Dövlət Neft Fondu Müşahidə Şurasının bir üzvü vətəndaş cəmiyyətindən olmalıdır. Amma hələ də Dövlət Neft Fondunun Müşahidə Şurasının vətəndaş cəmiyyətinin nümayəndəsi yox. Və bu həm Norveç modelinə ziddir, həm Dünya Bankı və digər dünədən EITR təşəbbüsünə ziddir. Və amma buna belə tətbiq edilən model daha çox Norveç modelinə uyğun gəlir. Çünki bütün hallarda vəsaitlərin bir qisminin ölkədən sterilizasiya edilməsi prosesi var. Amma bu sterilizasiya prosesi iqtisadi baxımdan hələ də effektiv deyil. Çünki konservativ siyasətdir və konservativ siyasət olduğu üçün təbii bu daha çox dəyəri və gəlirin əldə edilməsi imkan yaratmır. Neft hasilatı və elzə neft satışında daimi gəlirlər nəzəriyyəsi tətbiq olunur və 2010-cu ildən başlayaraq. Amma bu nəzəriyyə imkan verəcək ki, biz hətta neft hasilatının azalması proqnozlaşdırılan dövrlərdə belə dövlət büdcəsinin gəlirlərini müəyyən stabil həddə saxlamaq mümkün olacaq. Baxımdan dövlətdə hal-hazırda olan nəzəriyyəni beləcələr Azərbaycan neft rezervləri və neft hasilatı nəzərə alsa, 2018-2019-cu ilə qədər dövlət gəlirlərinin formalaşmasında hər hansı bir problem olacağı proqnozlaşdırılır. Çünki 2010-cu ildən başlayaraq gəlirlərin belə bir hasilatın limitləşdirilməsi həyata keçirilir. Və təbii ki, nəzərə alsaq ki, mənim vaxtım çox deyil və yəni ki, vaxtdan mənə çox istifadə edirəm, amma arazı güman edirəm ki, bizim suallar və müzakirələr hissəsində yenidən bu məsələlərə qayıtma imkanlarımız olacaq. Çox sağ olun, bir daha